Mən Üzeyrbəyli Şəbnəm, sizi kanalımın ilk videosundan salamlayıram. Bundan belə həftədə bir dəfə olmaqla kanalda videolar paylaşacağım. Videoların əsas mövzusu moda və incəsənət tarixi olacaq. Burada siz moda həftələri, moda trendlərinin analizi, stilistika ilə bağlı tövsiyələr və eyni zamanda incəsənət tarixi ilə bağlı videolar görə biləcəksiniz. Videoların əsas formatı bəzən sadəcə qısa xəbər xarakterli, bəzən isə daha böyük məlumat tipli olacaq. Hazırsınızsa ilk videomuza keçək. Birinci mövzumuz modada düşüncə ilə bağlıdır. Çünki moda təkcə geyim deyil, o həm də zamanın duyğularını, zamanda baş verən hadisələri geyim vasitəsilə göstərən bir üsuldur və yaxud da dildir deyə bilərik. Hər dövrün öz silueti var, hər dövrün öz məşhur bir parçası var və bu hər parçanın arxasında da müəyyən bir fikir dayanır, müəyyən hadisələr dayanır. Bu bəzən azadlıq olur, bu bəzən müharibələr olur, bəzən üsyanlar olur, bəzən kimlik axtarışı və bəzən sadəcə qadın olmaq hissi olur. Və bəzi markalar, bəzi dizaynerlər var ki, onlar modada təkcə geyim yaratmaq, hər hansı bir məhsulu satmaqla məşğul olmadılar. Onlar bəziləri istəyərəkdən, bəziləri isə istəməyərəkdən təsadüf nəticəsində müəyyən bir ideologiya yaratdılar və minlərlə, milyonlarla kütlə bu ideologiyanın ardınca getdi. Və bu ideya yaradan əsas dizaynerlərdən, markalardan danışarkən ilk üçlüklə başlamaq mənə gəlir ki, ən uyğunudur. Ən birincisi isə bunlardan mənim də çox sevdiyim Chanel'dir. Coco Chanel. Coco Chanel belə başlayaq ki, 1900-cü illərin əvvəllərində qadınlar azad deyildilər. Bu həm fiziki cəhətdən belə idi, həm də hər tərəfdən belə idi. Biz sadəcə moda ilə bağlı danışdığımıza görə bugün sadəcə moda hissəsindən danışacağıq. 1910-cu illərdə qadınların geyimləri əsasən sıx korsetlərdən, uzun və narahat ətəklərdən, çox böyük həcmli şlyapalardan ibarət idi. Üzəri çoxlu aksesuarlarla bəzədilmiş şlyapalar və Coco Chanel İlk dəfə olaraq qadınları azad etdi. İlk dəfə qadın bədənini bu narahat korsetlərdən azad etdi. O çox sadə bir insan idi. Onun üçün sadəlik lüks demək idi, sadəlik zənginlik demək idi. Coco Chanel özü yetimxanada böyümüşdü. Yataqxanada böyüdüyü müddətdə Chanel tikiş işini də öyrənmişdi. Elə ona görə də 1910-cu ildə Parisdə ilk butikini açanda Coco Chanel'in bir ideyası var idi. Qadın rahat və sadə olmalıdır. Coco Chanel nə etdi? O qadın geyimlərinə kişi aksesuarlarını gətirdi, kişi elementlərini belə deyək gətirdi. O ilk növbədə çox uzun ətəkləri qısaltdı. O daha çox kişi köynəklərindən və kişi geyimlərindən, xüsusilə də deyə bilərik hərbiçilərin geyimlərindən ilhamlandı. Qadınlara daha rahat kəsimli geyimlər uyğun görüldü. İlk dəfə jersey dediyimiz, biz öz aramızda stretch dediyimiz parçadan xanımlar üçün geyimlər hazırlanmışdı ki, hansı ki bu dövrə qədər belə geyimləri qadınlar istifadə etmirdilər. Əgər edirdilərsə belə bəzi xüsusi iç geyimlərində istifadə edirdilər. Stretch parçalar, tweed parçalar Chanel gətirdi ilk dəfə modaya və Chanel'in yaratdığı tweed dəstlər, jersey parçalar, kişi köynəkləri və qısa ətəklər və onun istifadə etdiyi qırmızı dodaq boyası o dövr qadın azadlığının simvollarından çevrildi. Həmin dövr üçün bu inqilabi hadisə idi və bu Chanel'in etdiklərindən danışarkən mütləq onun çantasını və ətirlərini də qeyd eləməliyik. Chanel'in hal-hazırda da mağazaları bəzəyən və hər birimizin əldə etmək istədiyi məşhur 2.55 çantası o dövrdə ilk çantalardan biri idi ki, xanımlar əlləri azad şəkildə götürə bilirdilər bu çantanı. Yəni çiynindən asılan zəncir bir ipi var idi. Bu çanta hərbiçilərin geyimindən ilhamlanaraq hazırlanmışdı. Xatırladaq ki, Chanel'in sevgilisi də hərbiçi idi. Ona görə onun hərbiçilərə və onların geyimlərinə xüsusi marağı, belə deyək, həm də xüsusi biliyi var idi. Chanel sadəcə geyim satmadı. Coco Chanel'i digər dizaynerlərdən, dərzilərdən, belə deyim, moda sevərlərdən fərqləndirən ən əsas cəhəti o idi ki, o bütöv bir ideya satdı. O yeni qadın obrazı yaratdı və bu qadın obrazını satmağa başladı. Yeni qadın obrazı azad idi. O minimalist idi, sadə idi, daha özünə inamlı idi və onun üçün dediyimiz kimi sadəlik lüks demək idi və bunun nəticəsində lüksu seçən xanımlar
təbii olaraq eyni zamanda sadəliyi də seçmiş oldular. Sadəliyi dalınca qaçmış oldular. Bundan əlavə Chanel ilk dəfə hal-hazırda bijuteriya dediyimiz aksesuarları da bizim qarderobumuza gətirdi. O dövrdə 1900-cü illərin əvvəllərində daha çox böyük və bahalı zinət əşyaları istifadə olunurdu. Chanel isə daha ucuz materiallardan hazırlanmış, bəzi hallarda təbii daşlar, bəzi hallarda simulyasiya olunmuş daşlardan hazırlanmış aksesuarlar seriyası hazırladı ki, bu aksesuarlar da dövrümüzə qədər çox sevərək və uğurla istifadə olunur. Belə, Chanel əslində bu işə başlayarkən ideoloq deyildi. Onun böyük belə mən dünyanı dəyişəcəm, mən qadınları dəyişəcəm deyə bir ideyası yox idi. O sadəcə klassik, ağır qadın geyimlərindən bezmiş, kreativ bir insan idi. O özü də xəbəri olmadan belə böyük bir hərəkat başlatdı, böyük bir ideologiya yaratdı ki, sonralar onun bu ideologiyası da uğurla digər dizaynerlər tərəfindən davam etdirildi. Müharibədən sonra Avropa yorğun idi. Avropada insanlar gözəllik arayışında deyildilər. Burada hər kəs yalnız həyatda qalmaq və qarnını doyurmaq hayında idi. Qadınlar səhərdən axşama qədər fabriklərdə çalışırdılar və gözəllik anlayışı demək olar ki, aradan qalxmışdı və bu dövrdə 1947-ci ildə Parisdə yeni bir şəxs meydana çıxır, Christian Dior. O ilk kolleksiyası olan Corel'i təqdim edir. Corel kolleksiyası təqdim olunandan sonra çox qısa müddət ərzində New Look adı ilə bütün dünyada məşhurlaşır. Christian Dior incə bel vurğusunu, geniş ətəkləri və ipək parçaları belə deyək qadınlara yenidən geri qaytardı. Təbii ki, bu dövrün incə bel vurğusu 1900-ci illərin əvvəllərindəki kimi korsetlər vasitəsilə deyil, sadəcə möhtəşəm biçim, kəsim, forma vasitəsilə əldə olunurdu. Christian Dior deyirdi ki, qadın elegant və incə olmalıdır. Onun elegantlıq və incəlik sevgisi güllərə olan sevgisindən irəli gəlirdi. Sonralar o verdiyi intervyularda və əlyazmalarında da hər zaman qeyd edir ki, güllərə, çiçəklərə olan sevgisi eyni zamanda Christian Dior'un anası ilə olan münasibətlərindən irəli gəlirdi. O uşaqlıq illərindən bəri anası ilə birlikdə botanika bağlarında işləyirdi və demək olar ki, bütün çiçəklərin bitmə vaxtı, çiçəkləmə dövrü, solma dövrü adları, bütün bu detalları əzbər bilirdi. Elə buna görə də Christian Dior'un demək olar ki, bütün kolleksiyalarında biz gül, çiçək elementlərini, bant detallarını mütləq görəcəyik. Christian Dior müharibədən sonra qadınlara yenidən yaşama sevincini, yaşama ümidini geri verdi. O romantikanı onlara qaytardı. Christian Dior atelyeləri sanki mükəmməllik emalatxanaları kimi idi. Hər detal o qədər mükəmməl şəkildə tikilirdi, biçilirdi ki, hazır məhsul qadınların əynində sanki bir heykəltaraş işi kimi görünürdü. Amma Christian Dior'un dahiliyi təkcə yüksək keyfiyyətli məhsullar istehsal etməsi ilə deyil, eyni zamanda emosiyalar satması ilə bağlı idi. O qadınlara emosiyalarını geri verdi, qadın kimi görünmək duyğularını geri verdi, romantikanı geri verdi və beləliklə çox qısa zamanda məşhurlaşdı. Əgər ondan əvvəl Chanel qadınlara azadlıqlarını belə deyək geri satırdısa, Christian Dior isə onlara ümid və emosiyaları geri satdı. Sonradan onun yaratdığı Miss Dior ətri isə müharibədən sonraki dövrdə sevinc və sevginin simvoluna çevrilmişdi. illərdə lüks var idi, mövcud idi. Hər kəs lüks dalınca qaçırdı. Lakin lüksdə çatışmayan tərəf dərinlik idi. Lüks öz dərinliyini itirmişdi. O sadəcə müəyyən statusun, müəyyən bahalı insanların simvoluna çevrilmişdi. Elə bu dövrdə moda səhnəsinə Miuccia Prada adlı şəxs daxil olur. Miuccia Prada əsl intellektual idi. O sənət tarixi və siyasət təhsili almışdı. 1978-ci ildə Miuccia Prada babasından qalma Prada markasını, əsasən bizim təbii dəri məhsulları istehsal edən marka kimi tanıdığımız Prada markasını idarə etməsini öz üzərinə götürür və beləliklə Prada'da yeni era başlayır. Miuccia Prada'nı bir sual narahat edirdi. Gözəl olan hər şey həm də xoşdurmu?
Elə o bu suala cavab axtararkən 1985-ci ildə naylon bir çanta istehsal edir. Bu çanta bahalı görünmürdü, bu çanta estetik görünmürdü, amma Prada'nın vermək istədiyi mesajı açıq-aşkar verirdi. Lüks həm də düşündürməlidir. Çanta çox qısa zamanda moda dünyasını alt-üst etməyi bacarır. Prada deyirdi ki, moda həm də düşündürməlidir. O hər zaman estetik və gözəl olmalı deyil. Mən istəyirəm insanları narahat edim ki, onlar düşünməyə başlasınlar. Çox fərqli bir yanaşma idi. Elə bu məqsədlə Prada ən fərqli rəngləri, ən uyğunsuz rəngləri bir-biri ilə kombin edirdi. Ən fərqli parça növlərindən dəstlər hazırlayırdı və bu da onun əsas estetikasına çevrilmişdi. Ümumiyyətlə Prada'nın əsas estetikası minimalizm deyil də sanki anti-estetika idi. Prada bir geyim markası deyil, düşüncə platforması yaratmışdı. Elə bugün də Prada emosional üsyanın ən əsas simvollarından birinə çevrilib. Prada sanki bir fəlsəfə kimidir. O hər zaman müəyyən suallar verir, lakin cavabları alıcıların özünün tapmağını istəyirdi. Bu da Prada'nın digərlərindən fərqləndirən əsas cəhəti idi. Elə məhz bu ideya sayəsində də insanlarda müəyyən yer yaratmağa başladı onların qəlbində və bugünə qədər hələ də mövcud olmağa davam edir. Chanel, Dior, Prada fərqli dövrlərdə fərqli qadın obrazları yaratdılar. Chanel'in qadın obrazı azad idi, Dior'un qadın obrazı zərif və elegant idi, Prada'nın qadın obrazı isə düşündürürdü. Lakin bu üç fərqli markanı birləşdirən əsas bir ideya var idi ki, onlar ideya satırdılar. Onlar bütöv yeni yaradılmış bir qadın obrazını satmaqla məşğul idilər. Və beləcə hər yaranan markanın arxasında bir fəlsəfi fikir olanda moda daha maraqlı sahəyə çevrilir. Çünki modadakı hər geyim bir fikirdən irəli gəlir. Hər fikir isə öz dövrün əsas elementlərini özündə birləşdirir və beləliklə hər dövr modanı dəyişir, beləcə moda dəyişir, beləcə moda həm də bizi dəyişdirir və bəlkə də modanın ən gözəl, önəmli cəhəti də elə bundadır ki, moda düşüncəni geyimə çevirən unikal sənət sahəsidir.